Salam. Deyəcəyim bu qarışım oynaq və qığırdaqları bərpa edir, ağrıları götürür, sümükləri möhkəmləndirir. Hamınızı xoş gördüm, videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Bu qarışımı hər gün bir çay qaşığı səhər qəbul etməklə eyni zamanda osteoporoza da çox müsbət təsir göstərir. İnqrediyentlər təbiidir, əlçatandır və xeyirlidir. Belki reseptin tərkibini deyirəm. 60 qram kətan toxumu, 40 qram küncüt toxumu, 40 qram balqabaq tumu. Blenderdə qarışdırırsınız. Üzərinə 10 qram mal əti jelatini və 50 qram kişmiş əlavə edib yenidən qarışdırırsınız. Və nəhayət sonda 200 qram balı da əlavə etdikdən sonra şüşə qaba yığıb soyuducuda saxlayırsınız. Hər gün səhər az qarnına yeməkdən əvvəl bir çay qaşığı daxilə qəbul etmək lazımdır. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.